Akşamınız xeyir olsun əziz tamaşaçılar. Mənim ağzımı açdırma tok şousu efirdədir. Bugün toyuqdan danışacağıq. İllərdir insanları düşündürən bir sual var. Görəsən toyuq birinci yaranıb, yoxsa yumurta? Amma indi insanları bir sual da düşündürür. Görəsən broiler toyuqları, yoxsa kənd çolpası? Elə bugün də bu haqda danışacağıq. Həqiqətənmi broiler toyuqları insanlar üçün zərərlidir, yoxsa doğrudanmı kənd çolpası insan sağlamlığı üçün xeyirlidir? Bu haqda danışacağıq. Bəli, əziz izləyicilərimiz və topuğumuz boyda olan toyuqlar üçün bizim studiyaya gələn qonaqlarımız var. Gördüyünüz kimi onlar artıq əyləşiblər. Elə bu məqamda sizə ilk qonağımızı təqdim eləmək istəyirəm. Belə ki, broiler toyuqlarının hüquqlarını müdafiə komitəsinin sədri Şücaət Təhməzov. Ne baksın? Hanım təqdim elədi, baxıram da. Növbəti qonağımız zəhmətkeş kənd adamı. İllərdir yalnız kənd çolpası yiyən və Bakıda yarım milyonluq villasında kənd çolpası yetişdirib yiyən Elariz Qəşəmov. Çox sağ olun. Hoş gəlmişsiniz Elariz müəllim. Və daha bir qonağımızı sizə təqdim etmək istəyirəm əziz tamaşaçılar. Belə ki, qida təhlükəsizliyi üzrə mütəxəssis Şənlik Bayramov. Çox sağ olun, şənliklərlə görüşəyim. Və sonuncu qonağımız 12 barmaq bağırsaq klinikasının kassiri Fidan xanım Məmmədzadə. Hoş gəlmişsiniz.